Salam mənim canlarım, salam mənim əzizlərim. Hər birinizi salamlayıram. Allah canınıza can sağlığı versin. Mən unumu elədim, umaç halvası eləmək üçün. Sabah imamlarımızın üçüdür. İmamlarımız adına halva çalacağım. İmam Hüseyin xatirinə, bütün şəhidlərimiz xatirinə, adına, bütün dünyadan keçən ölənlərimizin adına halva çalacağım. Allah bütün ölənlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Hamınızın ruzunuz, bərəkətiniz bol, canınız sağ olsun. Allah Teala öz dərgahında, öz qatında ali dərəcədə qəbul eləsin. Əliniz, qolunuz var olsun, ruzunuz, bərəkətiniz bol olsun. Mən 5 stəkan un götürdüm, 700 qram eləyir. 5 stəkan una 55 qram yağ əlavə edəcəm. 4 stəkan yarım pisoq, 2 stəkan yarım su, bir çimdik də şərbətinə, çimdik bir balanca lumuduzu əlavə edəcəm. Nafsək sloçu. İndi omacımı başladım mən hazırlamağa, omacımı eləyirəm. Mən omacı dədə baba üsulu ilə əlimlə eləyirəm. Süzgəçdən də keçirəcəm indi. İndi dəbdir, çox adam blenderdən keçirir. Elə də yaxşı olur, blenderdən də keçmişəm mən. Ancaq indi dədə baba üsulu ilə eləyirəm. Əlbəttə burada yoxdur, Allah ölənlərimizə rəhmət eləsin, rəhmətlik. Analarımız, nənələrimiz xəlvirdən keçirirdi. İndi süzgəçdən də yaxşı alındı. Hamısı eyni razmerdə çıxdı. Mən indi şərbətimi hazırlayıram. Şərbəti pesoğa əlavə eləmişəm qazana. Dediyim kimi 4 stəkan yarım mən pesoq götürdüm. 2 stəkan yarım su əlavə elədim. Bir çimdik də lumuduzu. Bir buğum, 2 buğum qaynayan kimi altını söndürdüm. İndi yağı əlavə eləmişəm qazana. 550 qram yağ götürmüşəm, kərə yağ. Yağımı əritdim. İndi omacımı əlavə edirəm. Omacımı əlavə edirəm indi. Edədə də qarışdırıram. Mən yağı çox tökmürəm. Əvvəllər kiloya kilo tökürdüm. Çox üzərində yağ yığılırdı, qalırdı. Nə bilim, adam... Neysə, indi biraz kəm eləyirəm. Bir 100 qram, baxır da nə qədər çəkid eləyirik. Məsələn, 1 kilo un götürəndə 1 kilo una 800 qram mənə polnusu bəs eləyir. Çox tarelkasından, boşqabdan da çox yağ aşıq tökülmür də. Sonra yemək də olmur. Mən qovurdum. Başda hazırdır. Omacım. Allah qolunuza qüvvət versin, can sağlığı versin. İndi şərbəti yavaş-yavaş tökəcəm omacımın üstünə. Daha doğrusu tökürəm. Əlavə etdirəm. Mən sarı kökü xəmirinə, omacın içinə əlavə etdim. Yəqin ki, gördünüz. Suyuna əlavə etmirəm mən. Yavaş-yavaş şərbəti kökü qarışdırıram, əlimlə qoymuram. Altı yapışmasın. Yarısını töymüşəm, indi yarısını da şərbətini əlavə edəcəm. İndi qalan hissəsini şərbətin yenə də əlavə etdim. Allah özü qəbul eləsin. Hamınıza can sağlığı versin. Ruzunuz, bərəkətiniz bol olsun. Allah Teala öz dərgahında, öz qatında ali dərəcədə qəbul eləsin. Canlarım, əzizlərim mənim, hər zaman bayram süfrəsi üçün, şadlıq süfrəsi üçün, İmam İhsan üçün halva çalasınız. Like qoymağınızı, abunə olmağınızı unutmayın. Allah əmanət olun.